Necə ikinci mətnə? Əslində ikinci mətn yadınızdadır. Yəni 10 İkinci mətndir. Sadəcə məncə sualları keçmiş. təhlil etdi. Manage nə deməkdir? Manage. Bir dəqiqə görə bilərəm. Bu da məşğul olmaq deyil. No. Öhdəsindən gəlmək. Ne demek Hmm. ötesinden gelme? Sinonimi Caprice. cope with, okey. Başka? Hmm. O, bir de Overcome. overcome, yes. Overcome, cope with. Em, ay ne günde yazmam. Tekrar Azerbaycan şriftini. Cope with, overcome and manage öhdəsindən gəlmək. Görün keçən dəfədən yadda qalıb. Çox düşür görürsünüz bu sözlər. Retain, retain. Keçən dəfə də soruşmuşdum ha dərsdə. Retain, maintain, protect, Haydi qorumaq. qoruyub saxlamaq. Ha. Dörtlü demiştim. Retain qafiyələnir o nə ilə? Maintain. Maintain. Sonra neydi? Preserve. Bax yenə yadda saxlamamısınız. Preserve and conserve. Sözlərin sinonimlərini bilmək vacibdir. Bilirsiniz ki, sizin mətnləriniz başdan əvvəl sinonimlərlə əvəz olunur. Maintain, retain, preserve, conserve. Qoruyub saxlamaq. Cəlalə xanım, üzr istəyirəm. Bu dediyiniz sözlər və onların antonim, sinonimlərindən bir yerdə sizdə var. Yəni uşaqlara yollamısınız, qrupdakılara. Bəli, mən hər dərs onlara lüğət atırdım, mətn lüğətini öyrənirdilər, sonra mətn işləyirdilər. Və indi də bu qəbulun demək olar yazmışdım. Və çoxlu yəni atıram da sənə lüğətləri dərsdən sonra narahat olma. Hə, aydın. Təşəkkür edirəm. Prosta mən dərsdə soruşuram da hər dəfə. Bu təkrar edə ümumiyyətlə hər sözü görəndə soruşacağam. Yazdım ya. Həm gözəl müəllimələri var qrupdakıların. Yəni mən 2 müəllim dəyişmişəm, hələ belə dərs keçməyi görməmişəm. Təşəkkür edirəm. Hər materialımız var. Minnətdaram. Çox sağ olun. Sizdən də sağ ol. Heritage nə deməkdir uşaqlar heritage? İrs. İrs miras, sinonimi Legacy. legacy, Legacy. yes. Legacy. Bəs bunun feil forması nə idi uşaqlar? Feil forması. Legend. Varis olmaq, iz qalmaq. Keçən dəfə də demişdik. Heritage. Aa, yox onu dedi. Inherit. Inheritance. Inherit. Əzbərlətdirəcəm dərsdə sizə. Inherit, heritage. Yox, heritage and legacy isimdir, unutmayalım. Amma inherit varis olmaq. Sonra reservation nə demək idi? Reservation. Federal reservation mətnin sonunda qeyd olunur. Dövlət, yox. Reservation. They live in about 300 Federal Reservation. Qoruq kimi gedirdi dedik. Ayda, hə, qoruq. Bəli, qoruq. Rural, bax keçən dəfə soruşduğum sözü Kənd. qaytarıb deyə bilmirsən indi. Rural, Kənd. kənd, ay sağ ol. Amma adjectivedir, bu sifətdir, isim deyil. Məsələn, mən kənddə yaşayıram, I live in the rural deyənməzsiniz. Görürsünüz, rural areas, kənd bölgələri sifət kimi gedir. Remainder nə deməkdir? Adı, Remain. Stay nədir? qalma. Qalmaqdır. İsim kimi də qalıqdır. Sinonimi istirahət etmək nə deməkdir? İstirahət etmək. Rest. 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 The rest. The remainder. Qalıq, qalan. Yaxşı, sualınızı verin burada. Mən atdığım, bu lüğəti bu dünən atmışam. Bu özü neçədən söz idi? Allah heç 30 dənə söz yox idi orada. Keçən dəfə dərsdə soruşdum, plus da dünən atmışdım sizə. 29. Nə? 29 nədir? 29 dənə idi. Mən 11.3-də mənim səhvim var, mənimə. 11.3. It's possible to find marks of the Indians' heritage everywhere in the USA nowadays. Son vaxtlar Hinduların mirasını hər yerdə tapmaq mümkündür də. Mirasların izlərini daha doğrusu marks. Bəli, bu mətndə var da. Bax, deməli hansı hissədə? Məsələn, keçən dəfə də hər dəfə də deyirəm ki, tutaq ki, anlamadıq da mənasını. Buradakı sözləri axtarıram mətndə. To find marks of the Indians heritage, əsas bizə lazım olan hissə budur. Heritage in the USA. Deməli, marks da verilib.
Hansı cümlədir bu? Bax, eyni cümlədir. Marks of that heritage can be found all over the United States. Bu cümlə sadəcə burada məhçun növdə verilib, tapıla bilər. Orada isə məlum növdə verilib, tapmaq mümkündür deyir. Eyni cümlədir də. All over the United States. Bütün deyir Amerikada deyir tapıla bilər. Orada deyir ki everywhere in the United States. Amerikanın hər yerində. Eyni anlama gəlir. Deməli truedur. Doğrudur. Mən bir şey demək istəyirəm. Bu qəbulda mətnlərdə çaşdırıcı bir məqamdır. Dəqiq yadımdadır ki, bax bu cümləni salmışdılar bu mətn sualı kimi. Əvvəllər mətnlər 3 dəfə falan təkrar düşürdü də qəbula. Amma artıq format dəyişəndən bu true false tipolu olanlar 2022-dən sonra da təkrar düşmür. Bax bu cümləni salmışdılar imtahana. Indians told the Europeans how to cultivate. Bunu necə salmışdılar? Yəni əvvəl bir choose the correct sentence. Düzgün cümləni seçin və cavablardan da biri buydu ki Indians were taught how to cultivate crops. İndi sizcə bu cümləyə uyğun mən dediyim cümlə true'dur yoxsa false'dur? Indians were taught how to cultivate crops. Niyə ki? Məncə true'dur. Hə də mən sizdən soruşuram. True'dur yoxsa false'dur? Yes, true. Səncə bəs ümid var? Məncə Düzdür. səhvdir müəllim. Niyə səhv ümid var? Bilmirəm müəllim, xəstəyəm. Məncə səhvdir. 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 Niyə səhvdir? Mən bura were əlavə elədim. Neysə dəyişmədi. Bəs bu Fəridə. Were taught. Taught-la were taught-un fərqi nədir? Bax, biri var deyirəm ki did etdi. Bir də deyirəm ki was done. Davam edici zamandır. Nə davam edici, nə davam edici. Bu quruluş nəyin quruluşudur? To be participle to. Məhcul növün. Məhcul növün. Hayda, hə, məhsulu nə? Biri var deyirəm ki wrote yazdı. Bir də var deyirəm ki was written yazıldı. Uşaqlar, deməli nəyə diqqət edirsiniz? Verilən cümləni cavabda olduğu kimi verib. Amma feilin qabağına to be-nin hansısa bir formasını qoyursa, deməli o feili məhcula çevirib. Onda o səhv cümlədir. Çünki burada deyir Hindular öyrətdi the Europeans, Avropalılara how to cultivate crops. Cultivate nə demək idi? Becərmək. Məhsulları əkib becərmək öyrətdi. Amma deyəndə ki Indians were taught how to cultivate crops. Burada əksinə deyir ki Hindulara öyrədildi məhsulları əkib becərmək. Hindulara Düzdür. öyrədildi deyir. Başa düşdünüz, fərqlidir. Hmm. Deməli cümləni dəyişdirməyədən feilin qabağına to be-nin formasını qoyursa, yəni məhcula çevirirsə o səhvdir. Amma bu Indians'ın, Europeans'ın yerini dəyişib desəydi ki, yəni bunların yerini dəyişib, tamamlıqla mübtədanın yerini dəyişib, Europeans were taught how to cultivate crops by Indians, o doğru olardı. Tam başa düşdünüz nə demək istədiyimi? Bəli, bəli. Okey, sonra kimin sualı var bu mətndə? Mənim Məndə 11.2-də var idi. 11.2. Bəli. Is the Indians have always been the original inhabitants of the American continent. Inhabitant ne demekti? Geçen dəfə də demişdik. Sakin. Sinonimləri nədir? Sakin, yerli hali. Sinonimləri inhabitant sonra Local. Travel. necə? Local olan mənim. Local yerli deməkdir. Bunu deyirsən sən, ümid var. Bəli. O yerlidir, yerli. Inhabitant. Məskunlaşmaq sözü, inhabit nədir məskunlaşmaq? Onun sinonimlərini deyin. Məskunlaşmaq, yaşamaq. Live. Live, okey, sonra. Ondan sonra. Yüklə. Settle dedin. Settle var, dwell var. Dwell var, ay sağ ol. Sonra bir dənə də qaldı. Reside. Dwell Güzel. sakindir. Şimdi sakin ne olacak? Sakin ne olacak? Dweller, inhabitant. Inhabitant, sonra dwell'dan sakin gelir. Dweller, Dweller, resident. resident. Sakin. Aha. Ha, indi qaydaq sualı. The Indians have always been the original inhabitants of the American continent. Amerika qitəsinin həmişə əsl sakinləri olublar. Bəli. Deməli. Neydi bu? 11.2. Ən başda əslində deyirdi. The story. Çünki bax bu başda nə deyir? The story of the Native Americans. Yerli Amerikalılar. Or American Indians is one. Yəni yerli Amerikalılar və ya Amerika hindularının hekayəsi.
Dəqiqə, mən də. Indians. Deməli, bunlar yerli Amerikalılar kimlərdir? Yerli Amerikalılar. Hindulardır da. Bəli, həmişə onların əsl sakinləri olur. Burada mən necə belə şair, orada nəticə çıxarırıq da. Yəni konkret olaraq o cümləni verməyib. Amma biz orada nəticə çıxardırıq. Çünki ilk cümlədə deyir ki, yerli Amerikalılar və ya Amerika hinduları. Deməli, bunlar onların orijinal. Bir də ki, bu cümlədir də. The Indians were the original inhabitants of the American continent. Hə, orada yazılıbmış Bəli, cümlə. var. Çünki bu hindular Amerika qitəsinin əsl sakinləri idi. Deməli, həmişə əsl sakinlər olub. Doğrudur. Aydındır? Həm də özümüz də bu məntiqən tarixdən bilirik də. Tarixi yəqin yaxşı oxumamısın. Sonra Yəni 11.3 baxa bilərik. neçəyə? 3-4. 11.3, 11.4. Vüsal, bəyək 300 soruşmadın. Sən 300 daha elədin də. Elə ən birinci sənin sualıma cavab ver. Vallahi. Məndə o deyil. Məndə telefon donur. Ona görə biraz qaçışdıram da internetlə bağlı problemdir, bilmirəm nədirsə donursuz orada. Onda Ona görə yaxşı, bax izah eləyirəm. Donanda qayıdıb eyni şeylər deyəndə Allah haqqı çatdıramayacaq. Sonra sən təkrara rekorda bir də baxarsan. It's possible to find the marks of the Indians heritage everywhere in the USA nowadays. Marks var, heritage var, everywhere in the USA nowadays. Bu cümlə tam olduğu kimi var. Amerikada son vaxtlar, Amerikanın hər yerində Hindu mirasının izlərini tapmaq mümkündür. Bu cümlə marks of that heritage, bax həmən cümlə. Mirasın izləri can be found all over the United States. Amerikanın hər yerində tapıla bilər. Sadəcə burada məhculda verilib xəbəri. Can be found. Amma cümlənin bütün sözləri nöqtə yerində uyğun verilib. Deməli, truedur. 4-ə baxa bilərik mən 11.4. Onu demişsiniz yoxsa Yox. ola bilər yəni telefonda Today all Indians deməmişəm. Live in Federal Reservation. Mən true false tipli mətin suallarında, dinləmələrdə ipucu nə demişdim? Demişdim düzgünü və səhvi seçin deyəndə. Orada hansı sözlər görsək çox hallarda səhv olurdu? All, both. All. All var deməli getdi səhvdir. Amma %95% aldı demişim də. Oldu. Sonra nə idi? Only varsa, all varsa, Bir inkar olundu. bəli, inkarlıq varsa, İnkarlıqlar. no, not, hardly, never sözlərini gördüksə, o cümlənin səhv olma ehtimalı böyükdür. Və deməli, elə burada gördüyünüz kimi false çıxıb. Live in Federal Reservation. Çünki burada deyir, hamısı yaşayır federal qoruqlarda. Amma misal, burada deyir ki, half of the Indians live in the large cities and rural areas. Half, yarısı deyir, böyük şəhərlərdə və kənd ərazilərində yaşayır. The remainder, qalanları isə live in about 300 federal reservation. Federal qoruqlarda yaşayır. Aydındır. Amma orada ol hamısı yaşayır deyir. Sonra bu mətndə kimin sualı var? 15-ə baxa bilərik. Mənim 15-də 3-cüyə baxa bilərik. What 13-ə are baxa the bilərik. What are the Americans Qaydacan Indians trying to preserve? Amerika hinduları nəyi? Preserve nə oldu uşaqlar? Qorumaq. Qoruyub saxlamaq. Nəyi qoruyub saxlamağa çalışırlar? Bu suala cavab var da mətndə. Ay, hara getdim amma. 15.3-dür, burada işarə eləmişəm. E, hə. E, Görürsünüz, protect and maintain. Trying to protect and maintain. Orada protect and maintain nə ilə əvəz olunur? Preserve ilə. Hamısı nə deməkdir? Qoruyub saxlamaq. Qoruyub saxlamaq. Saxlayırlar. Their own cultural heritage. Mədəni Bir irsi. də 5-ə baxam, orada nə deyir? Deməli, Mən doğru deyəsən cavab burada var. cavab olanları seçmişəm. 5'te 15-də 4-ü də götürmək olmaz. cavab var da. Bizə no answer. Cavab olmayan istəyir sadəcə. 4'də də cavab var. Where do Native Americans live in? Live. 100% elə götürmüşəm. Son vaxtlar harda yaşayırlar? Bayaq dedimdə o cümlənin ən sonuncu cümlə. Harda yaşayırlar? Large cities, rural areas, federal reservations, böyük şəhərlərdə, kənd ərazilərində, federal qoruqlarda yaşayırlar. Aydındır. Amma sonra 5'in də cavabı var. What can the story of the Indians be considered unique, tragic and inspiring? Elə mətn bundan danışır da. Bu hekayəsi niyə unique nədir? Nadir. Nadirdir. Niyə tragik, faciəvidir? Niyə ruhlandırıcıdır? Hamısının səbəbini bir belə burada izah edir. It is inspiring story because. It is tragic because. Hamısının səbəbi var.
Bir dənə A-da səbəb yoxdur, daha doğrusu cavab yoxdur. A deyilimi bir də. How long did the conflict between the Indians and whites last? Bizə burada how long nə deməkdir? Nə qədər müddətdə? Nə qədər müddət davam etdi bu hindularla ağlar arasındakı konflikt? Yəni biz ümumiyyətlə onların arasındakı davadan heç Şey ola bilər ki, bir dənə cavab çıxsın. yox, Burada bir dənə deyirəm də. İndi bu deyirəm, bu mətnlər bu hamısı qəbul suallarıdır. Qrammatikalardır, qəbul mətnləridir. Sadəcə biz o sualların cümlələrdə çoxsa eynidir. Sadəcə biz dəyişdirmişik. Elə bil biz müəllimlər bu format dəyişəndə true false olanda da nə etdik? Böldük mətnlər aramızda, sualların formatlarını dəyişdirdik. İndi bunu da dəyişdirən müəllim çalışıb bir dənəsini şey yazıb. Mənim öhdəmə düşməmişdi. Sonra kimin sualı var? 16, 17 ikisi də. Mətndə sual olan qaldı. Vardı Hə, 13. 13. 13'də Mənim telefonum donduğuna şeylə möhkəm səslə deyirəm, üzrlü sayırsınız. Mənim telefonuma görə belə olur. donursa məncə sən elə şeydir. Bundan sonra elə nədir o? Rekorda baxsan daha yaxşı olar sənin üçün. Olsa mənim səsim qırıq-qırıq gəlir sənə, elə mənası yoxdur. Məncə o daha yaxşı olar. The story of the 13 izah edirəm Vüsal. The story of the Native Americans is inspiring. Bu çox asandır bax Vüsal. Heç tərcümə eləmirəm bunu. The story of the Native Americans is inspiring because hardadır bu cümlə? Gedib arxasını tapıb tamamlayırıq da. Hardadır o cümlə? It is an inspiring stories because the Native Americans also lost much of their land in the 19th century, have survived, have succeeded in retaining their identity. Yəni bu cümləni oxuyub hansı qərarı çıxartmaq olar? Tutaq ki, tərcüməsini bilmirik. O cümlənin sözləri hardadır? Bax orada nə deyirdi? Lost much of their land, retain their unique existence. Konkret oldu olan sözlərdir. O da A variantında ifadə olundu. Inspire nə deməkdir uşaqlar? Ruhlandırmaq. Bəli, ruhlandırmaq, ilham vermək. Sinonimləri Sinonimlər encourage, encourage, encourages. encourage. Courageous cəsarətlidir, o başqa şeydir. Encourage. Bir də ki, motivate. Hı. Motivate. Ən asanı motivate də heç vaxt ağlıma gəlmir onu demək. 14 də var mənim. Bunu ümumiyyətlə bax, bundan sonra sənə görə demirəm ha. Bu tipliləri yazmayın, düşmür imtahana. Yəni ona görə onu izah eləməyə ehtiyac yoxdur. İndən sonra atdığı mətnlərdə altına xətt çəkilmiş sözü itdizə idi. Bunları yazın uşaqlar. Düşməyəcək imtahana. Yəni ona görə vaxtımız getməsin. Müəllimə biraz tez-tez yoxlaya bilərik. Mən 9-da məntiqə girəcəm. 2015-i də yoxlayaq da. 16. 16'da var. 16. Hə, var. Aha. Var 16-17 var məndə. Mətn növbət, cümləni mətn növbət çevir deyəndə istər nəqli cümlə olsun, istər sual cümləsi. Birinci nə etməliyik? Mübtədanı atırıq. Yu getdi. Onda nəyə atırıq? Deməli, C variantı getdi. C-də yunu saxlayıb yerində. Sonra ikinci mütləq şəkildə zamana diqqət etməliyik. Çünki zaman mətn növbət çevirəndə dəyişilmir. Zamanımız nədir? Do. Hansı zamandır? İndiki zaman. İndiki zaman məhculu necə düzəlirdi uşaqlar? Quruluşu necə idi deyin görüm. İndiki Am is are. Əmizar participle to. Am is are possible to. Əmizar participle to. Okay. Harda zamanı dəyişib? Əmizar harda yoxdur? Bir dəqiqə. Mesela bu dondu getdi. Ekran ağardı ha? Ha, düzəldi. A-da word. A-da word. Atdığanı. Əmizar participle to axtarın. Sonra Y-də ümumiyyətlə əmizar yoxdur. Qaldıq B ilə D-nin arasında. Ha, D-ni də atırıq da. Mübtəda yu atılmayıb. Qaldı B. Aydındır. Nə etdik? Birinci növbədə mübtədanı atıb zamana fikir, zaman hansı zamandırsa o zamanı məhcul olacaq. Bir də ki, tamamlıqla feilin yerini dəyişməliyik, ona da fikir verin. Başa düşdün Fəridə? Bəli. Sonra 17. zamanları bir dənə yada salaq. Zamanlarla bağlı testlərdə birinci ipucumuz nədir? Zaman zərfləri. Yəni yesterday, last week, tomorrow gördümsə konkret bilirəm ki, hansı zamandır. İkincisi burada nədir? When. Bağlayıcılardır. Zaman budaq cümləsi yaradan bağlayıcıları deyin görün hansılar var when-dən başqa. When, while, deyin When, while, Hı. as soon as, If, As soon if, as,
Başqa, Before, after olar. bəli, before, after, sonra since, by the time, Yes, till, for, bunlar yox, bunlar. Deməli, bağlayıcılardan till, until. dedik ya, bağlayıcılardan sonraki tərəfə baxırıq direkt. Çünki bu tərəf budaq cümlə sayılır. Budaq cümlədə hansı zamanlar işlənə bilməzdi? Atırdıq, xatırlayaq. Have, have. Bitmiş zaman olmaz. Have has set participle to və hansı zamanlar işlənə bilməzdi? Gelecek. Gələcək zaman bir də. Yəni will, would. Will, would. Will, would. İşlənə bilməz. Bəs baş cümlədə digər hissədə hansı zamanlar olmazdı? Have, Yenə had. have, has, had. Yox, had ola bilər. İndiki bitmiş olmaz sadəcə. Present perfect olmur. Have has nə? Would. Would. Aha. Bunları təkrarən də belə geniş deyirəm ki, xatırlayaq. Deməli, nə bu bağlayıcılardan sonra have has said, will, would atırıq. Digər tərəfdə də have has nə would olmaz. Amma istisnalarımız var idi. Yeganə budaq cümlə hansı budaq cümlədir ki, hansı bağlayıcıdır ki, ondan sonra had participle to olmalıdır. After. Yəni, sadəcə afterdan sonra keçmiş bitmiş ola bilər. Yeganə hansı bağlayıcıdır ki, o have has bitmiş zamanla işlənir, indiki bitmişlə. Since. Since, bu da bir istisnadır. Həm də since yeganə bağlayıcı zaman uzlaşmasını pozurdu. Since'in bir dənə qaydasını, since çox düşür qəbula çünki. Since'i xatırlayın. Since'dən sonra hansı zaman olur? Bitmiş zaman. Yox, past simple. Sadə keçmiş. Keçmişəm. Görürsünüz, uzlaşma. Əvvəl olur, hə, bitmiş zaman. Bəli. Okey. İndi bir dənə də would qaldı. Wood'un da istisnası var. Wood'la nə ilə işlənir? If'lə. So. If-lə. İndi baxaq testə. When-dən sonra bağlayıcı görən kimi bağlayıcıdan sonra have, has, had atırıq dedik. Üçüncü ipucumuzda zaman uzlaşmasıdır. Məsələn, cümlənin bir hissəsi keçmişsə, digər hissəsi də keçmiş olmalıdır. İndiki isə ya indiki ya gələcək. Baxsaq heç birində uzlaşma pozulmayıb, hamısı keçmişdi. Mən necə edim indi? Stole oğurladı, had stolen oğurlamışdı. Yəni heç ikisi də ola bilər. D də ola bilər, Y də ola bilər. Amma A-ya baxıram, daha doğrusu B-yə baxıram. Had been stolen. Arada been varsa fərqi nədir had stolen'ın, had been stolen'ın? Hə uşaqlar? Biri oğurlayıb, biri oğurlamış. Oğurlanıb, bəli. Bayaq nə dedim? Əgər kökündən dəyişən feil, idili feilin qabağında to be-nin formalarını görürüksə, bu məhcul növdür. İndi məntiqlə düşünəndə, tutaq ki, ipucu yoxdur. Məntiqlə düşünəndə 2 dənə adi feil var, bir dənə məhcul var. Deməli, məhcul olandır. Amma siz əgər tutaq ki, had stolen-la had been stolen arasında qalsaydınız, ya tərcümə ilə tapın, kimin tərcüməsi güclüdürsə, ya da mən nə demişəm, feilin özü ilə məhculunu fərqləndirməyin yolu nöqtələrdən sonra tamamlıq varmı ya yox, ona baxırıq. Varmı tamamlıq? Nəyi oğurlayıb özündən sonra? Yoxdur. Deməli, onda məhcul olacaq. Tamamlıq olsaydı, onda had stolen-ı seçərdik. Yəni, adi zamanı. Başa düşdünüz? Yəni, fermer deyir, və onun atı oğurlanmışdı. Məhculdadır. Sonra 20. 19 da var. 19-da negativ cümlələrdə biz demişdik ki, hansı sözlər inkar cümlədə işlənə bilməz? Hardly, barely, never. Yox, onlar inkar Hardly, cümlədə. never. Heç. Bəzi sözlər var, onlar yalnız pozitiv cümlələrdə olurdu. Keçən dəfə də xatırladıq. Ha, to var idi, also var idi. Yəni, to, also, Also, was, so, both. and, some. İnkar cümlə to ilə bitə bilməz. A getdi. Bir cümlədə ki inkar ola bilməz. Hardly də inkardır, neither də inkardır. Həm də neither cümlənin sonunda işlənə bilərmi uşaqlar? Heç vaxt işləmə bilməz. Məsələn, burada hardly olmayıb. Desəydi ki, he needs your help neither, yenə səhv olardı. Çünki neither heç vaxt sonda olmur. Sonra birinci asanlarını deyim. Negativ cümlələrdə təkcə inkarlığa yox, həmçinin sayıla bilən tək isimlərin qabağında en artiklı varmı yox, ona da diqqət etməliyik. Bu məsələn, D-də neither norla birləşir. Okey, burası doğrudur. İnkarlıq var, bəs səhvdir. A pen
A pencil. Çünki penlə pencil sayıla bilən tək isimdir, qabağında article olmalıdır. Aydındır? Qaldıq S ilə Y-nin arasında. S niyə səhvdir? Biz sual cümlələrində keçdikdə tag question düzdür. Demişdik ki, vergüldən əvvəl cümlənin xəbəri hansı zaman, hansı modaldırsa, bu tərəfdə onun əksi olur. Düzdürmü? Buranın xəbəri has to-dur. Has to, have to, had to-ya biz necə verirdik sual inkarını? Do does didlər. Bəli. Əgər have to-dursa, onda bu tərəfdə nə olmalıdır? Do. Əgər has to-dursa, nə olmalıdır uşaqlar? Has to-ya nə ilə veririk sualı? Does have to. Yeganə modal feildir ki, have to, has to, had to. Biz ona özü ilə sual vermirik. Had to-dursa da nə ilə veririk? Didlə. Didlər. Hə. Onda deməli, burada hasn't yox, nə olmalıydı? Doesn't-yi. Başa düşdünüz? Belə. Y doğrudur. Neither nor. Niyə time-la money? Artikellara da baxsaq, time-la money sayılmayan isimdə artikelin işlənmir. Belə. İndi gəldi 20-yə. Pronoun testlərində, əvəzlik testlərində ipucumuz nədir? Nöqtələrdən sonra isim varmı ya yox? Hansı əvəzliklərdən sonra isim işlənməzdir uşaqlar? 4 dənə. Others, none, else və törəmələr. Bunlardan sonra isim işlənməz. Aha. Deməli, baxsaq burada passenger isimdir, women də isimdir. Deməli, onda iki tərəfdə də else, others olan cavabları sildik. Qaldıq nə? B ilə D-nin arasında. Və burada another yoxsa other ona diqqət edirik. Bunların fərqi nədir? Another yalnız necə isimlərlə işlənir uşaqlar? Sayılan Another isimlər. deyəsən. Sayılan. Singular Tək isimlərlə. sayıla bilər. Countable. Amma other yalnız Bu hər ikisi cəm ya da sayılmayan isimlərlə. Yəni sayılmayan isimlər. həm də bir də azır heç vaxt müstəqil işlənməz. Azırın yanında mütləq isim olmalıdır. Baxanda indi burada passenger sərnişin deməkdir. Sayıla bilən tək isim olduğuna görə azır olmaz. Ona görə cavab D-dir. Aydındır? Belə. Bəs demədiniz, hə, cəm olmalıdır mütləq. Həmsi. Hədə another oldu da. Dedik ki, another'dan sonra yalnız Hə, elə bildim sadəcə isim işləməlidir. Cəm sayılmayan. Azərın azırın birinci fərqi odur ki, azır müstəqil deyil. Yəni tək halda azır işlənməliyəm. Give me other olmaz. Amma give me another digərini mənə ver deyə bilərəm. İkinci fərqi another'da an artiklı var deyə sayıla bilən tək isim tələb edir yalnız. Amma other'dan sonra ya cəm ya da sayılmayan isim işlənir. Belə. İndi bir şey soruşacağım. Ənənəvi dərslərdən qoşulan, yəni Kamilla, Şəfadır, siz şeyləri işləmisiniz, bu health quizi, sağlamlıqla bağlı bu leksik quiz işləmisinizmi? Xeyr. İşləyən var, onda elə bir sual verin. Hə, mən işləmişəm. Yox, şeydən, ənənəvi dərslərdən qoşulanlara görə deyirəm. Yaxşı, onda belə bir şey deyirəm. İndi ənənəvi dərslərdən qoşulanlar dərsdən çıxa bilərlər. Nəyə görə deyirəm? Mən istəmirəm indi siz qalasınız. Çünki 2015-in qəbulu mən ənənəvi dərs də işlədəcəm sizə. 2013-ü yazmısınızsa, mən indi onun linkini atacağım. Onların linkinə baxasınız. Çünki onlaynda keçən dərs keçdim də mən onu belə deyim. Mən indi onun linkini göndərirəm qrupa, siz oradan izləyin. Elə bir dərsdəsiz. İlk elə hissədə onu izah eləmişəm. Yaxşımı? İndi siz çıxın dərsdən, çünki 2015-i dərsdə işlədəcəm. Gələcəksiniz, ümid edirəm. Gələcəyəm. Gələcəm. Hayır, 2013-dən 2014 yazmalı deyildi indi. Mən ona görə quiz yazmalıyım. Yəni bilmirdim quiz işləməliyim. Hə də bəs atdım axı Tamilla evə ki, işləyin axşama qədər. Hə, quiz də ona daxil idi. Hə, health quiz. Mən 13-dən 14 yazmışam sadəcə. Hə də vəsə. 14-ü izah elədim, 13-ün də izahı var. Onu izah Hı hı. etdim. Təzədən burada indi deyə bilməyəcəm də. Anladın nə demək istəyirəm? Sizə keçən dəfə yıxıldım, gələnmədim. O günün axşamı toparlandım, onlayn dərs keçə bildim amma. Orada keçmişdim. Başa düşdün nə demək istəyirəm? Başa düşdüm. Hə, indi deyirəm ki, 3-cü gün mütləq dərsə gəlin, dərsdə işlədəcəm.
Gələcək sizdə Tamila. Bəli, saat səhərdir sizdə, yoxsa Onda bir də birdə. Onda bir də birdə. 2 dənə. 10 dərsinə gəlirəm. Ha. Çox güman. Onda indi siz dərsdən çıxınca ki, siz görməyin də jür dinləməni. Tamam. Onlayna keçirin. Sağ olun. Oldu. Sağ olun mənim. Sağ olun. Məni sabahdır. Ay Vüsal, mənim ənənəvi dərslərim nə zamandır səncə? 3-6. Bəli, vəsə, 3-6. Sağ olun bizim gözünüz. Sağ olun mənim. İndi ekrana verim uşaqlar 2015-i. Dinləməsini eləyək. Ee, Burada mən çıxa bilərəm. çıx, çıx da Vüsal, çıx. Ənənəvi dərslərdən boşanlar çıxsın. Rəhmət olmasa. Qoymuram, mən sizi dərsdə işlədəcəm. Hə. Görün bunun dinləməsi var, durdum. Heç nə, hə, oxuyun var. Oxuyun, səsləndirin bir dəqiqə. Səsləndirim uşaqlar. Bəli. Bəli. Başladıram. I've just been feeling really stressed lately. I'm shouting at my family, and I'm so tense all the time. Can you give me something to make me feel more relaxed? Well, I'm not the kind of doctor who will prescribe drugs for something that just requires a change in lifestyle. What do you do for pleasure these days? I don't know. I watch some TV in the evenings. Do you get much exercise? No, but I watch my weight. I don't overeat. That's not the point. Exercise isn't just about losing weight. It's about relaxation, getting some fresh air, and being involved in an activity that you have some control over. It helps you to clear your mind. So what I want you to do for the next week is do at least 30 minutes of physical activity every day. It doesn't matter what, just so long as you're getting your heart rate up.
Səsləndirim. Bəli. I've just been feeling really stressed lately. I'm shouting at my family, and I start crying at the smallest thing. I'm so tense all the time. Can you give me something to make me feel more relaxed? Well, I'm not the kind of doctor who will prescribe drugs for something that just requires a change in lifestyle. What do you do for pleasure these days? I don't know. I watch some TV in the evenings. Do you get much exercise? No, but I watch my weight. I don't overeat. That's not the point. Exercise isn't just about losing weight. It's about relaxation, getting some fresh air, and being involved in an activity that you have some control over. It helps you to clear your mind. So what I want you to do for the next week is just 30 minutes of physical activity every day. It doesn't matter what, just so long as you're getting your heart rate up. Yazdı uşaqlar. Mən hələ yaza bilməmişəm. Bir dənə yazıram. Hə, yaxşı, səbirlə narahat olma, yaz. Uşaqlar, elə mən link atıram. Yeni link atıram, qoşulun, o birisində izah edirəm.